Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli izləyicilərimiz, Ona Doğru proqramının yeni buraxılışını izləyirsiniz. Allahın rəhməti, bərəkəti sizlərin üzərinə olsun inşallah. Hər zaman olduğu kimi bu müqəddəs günlərdə studiyamızda bir-birindən gözəl və dəyərli qonaqlar var. İstəyərdim dəyərli qonaqlarımızı siz əzizlərimizə təqdim edək inşallah. Dəyərli ilahiyyatçı, alim Hacı Elmir Vəliyev. Salamlayırıq sizi. Salam. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Digər əziz qonağımız, dəyərli Əhl-i-Beyt şairi Hacı Əfqan Bibi Heybət. Hacı, xoş gördük sizi. Aleykümselam. Çox sağ olun qardaş. Allah razı olsun. Gənc Əhl-i-Beyt məddahı, bizim əziz ustadımız Zeyhun Məzzinin, Hacı Zeyhun Məzzinin evladı, bizim əziz qardaşımız Əli Əkbər Musayev. Xoş gördük sənə əziz qardaş. Çox sağ olun. Allah razı olsun. Allah müvəffəq eləsin səni inşallah. Və Qari Quran Şəhruz Qasımov. Salam qardaşım, əleykum. xoş gördük. Xoş gördük. Allah razı olsun. Təşəkkür edirəm. Allah var eləsin, Allah qorusun. Xoş gəlmisiniz, Allah sizləri var eləsin, zinət qatmısınız proqrama gəlməyinizlə. Hər zaman olduğu kimi istəyərdim, əvvəla Qurana söz verək, Quranla qəlblərimizi və evlərimizi zinətləndirək inşallah. Əziz qardaşım Şəhruz Qasımov, buyurasan əziz. Çox sağ olun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد جئتمونا فرادا كما خلقناكم أول مرة وتركتم ما خولناكم وراء ظهوركم وما نرى معكم شفعاءكم الذين زعمتم أنهم فيكم شركاء لقد تقطع بينكم وضل عنكم ما كنتم تزعمون إن الله فالق الحب والنوى يخرج الحي من الميت ومخرج الميت من الحي ذلكم الله فأنا تؤفكون فالق الإصباح وجعل الليل سكنا والشمس والقمر حسبانا ذلك تقدير العزيز العليم وهو الذي جعل لكم النجوم لتهتدوا بها في ظلمات
البر والبحر قد فصلنا الآيات لقوم يعلمون وهو الذي أنشأكم من نفس واحدة فمستقر ومستودع قد فصلنا الآيات لقوم يفقهون صدق الله العلي العظيم. Allah səsə bərəkət versin. Allah Allah razı olsun, qəbul Allah eləsin. olsun, Var təşəkkür olasın edirəm. inşallah. Acı bu müqəddəs ayda, bu gözəl ayda belə deyək, tamaşaçılara da maraqlı olan mövzular ətrafında danışırıq. Bu mövzulardan biri də Qurandır. Quranda bu ayda belə deyək, Quran oxumaq çox müstəhəb olduğu, çox gözəl olduğu, düzdür, Quran hər ayda oxunmağı gözəldir. Xüsusən də bu aylarda bir bərəkət olduğu hədislərdə vurğulanıb. İstəyərdim bu haqda danışaq. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve əcil fərəcəhum. Mən də sizləri salamlayıram, əziz qonaqlarımızı salamlayıram. Dəvətinizə görə təşəkkür eləyirəm. İzləyicilərimizi salamlayıram. Allah bu mübarək ayda tutduğunuz orucları, etdiyiniz ibadətləri ali dərəcədə inşallah hər birinizdən qəbul eləsin. Gözəl mövzudur. Mübarək Ramazan ayını yaşayırıqsa, bu ayda Qur'an-ı Kərimsiz olmaz. Qur'an-ı Kərim ayıdır mübarək Ramazan ayı. Və bilirik ki, mübarək Ramazan ayında nazil olub Qur'an-ı Kərim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayında Qur'an-ı Kərim nazil olub, indirilib. Ona görə də bu aya Qur'an ayı deyərlər. Təbii ki, sizin də qeyd etdiyiniz kimi Qur'an oxumaq hər vaxt, hər ay fəzilətlidir. Bunun bir vaxtı olmaz. Sadəcə bəzi əməllər var ki, onların sanki bir bayram günləri olur. Məsələn, biz vilayət bayramı olaraq Qədirxum gününü qeyd edirik. Məsələn, ibadətlərin, məxsusən namazın bayramı cümə günüdür. İnsanlar daha çox cümə günündə bir araya gəlirlər. Eyni ilə Qur'an-ı Kərimin də sanki bayramı həmin bu mübarək Ramazan ayıdır. Və hədislərə də baxarkən bu mövzuda çox sayda hədislər var. Onların hər biri haqqında danışsaq vaxt da çox uzun çəkər. Amma ümumi hədislərə biz diqqət eləyəndə Qur'an-ı Kərimi oxumaq üçün ən gözəl ay, ən gözəl anlar mübarək Ramazan ayı olaraq qeyd olunur. Hətta bu ayda Qur'an-ı Kərimdən az bir hissə oxumaq, bir ayə oxumaq başqa aylarda Qur'an-ı Kərimi xətm etməyə bərabərdir. Bütövlükdə Qur'an-ı Kərimi oxumağa bərabərdir. Sadəcə Qur'an-ı Kərimi oxumaq təbii ki, əməllərin əsər vəzd edən bir göstəriş var. İnsan hər bir əməl ki, yerinə yetirir. Bəzən elə olar ki, insan etdiyi əməldən qəflətdə olsun. İnsan etdiyi əməli lazımınca dərk eləməsin. Amma istər-istəməz həmin o əməlin insan ruhunda mütləq və mütləq bir təsiri var. Məsələn, biz namaz qılırıqsa, namazımızı lazım olan keyfiyyətlə yerinə yetirə bilmiriksə, amma deyirlər ki, hətta bu anda belə namazın insan ruhunda bir təsiri var. Və yaxud da gəlirsən İmam Hüseyin əzadarlığıdır, İmam Hüseyin məclisidir,
bəlkə də o qədər də mərifətlə əzadarlıq eləyə bilməsən də o məclisin insanın ruhunda mütləq və mütləq bir təsiri var, yəni təsirsiz ötüşmür. Ona görə də hətta bu mübarək Ramazan ayında biz Qurani-Kərimi oxuyuruqsa, yaxşı olar ki, belə bir məsləhət verirlər, insan tərcüməsini də oxusun, əgər başa düşmürsə, tərcüməsinə baxsın, az oxusun, amma tərcüməsi ilə oxusun, insan oxuduğu ayələr üzərində düşünsün. Bu düşüncə özü daha bərəkətlidir insan üçün. Nəinki tez surətlə mən Qurani-Kərimi oxuyum, xətm edeyim, məqsəd bundan ibarət deyil. Amma hətta insan tərcüməsini də oxumasa, başa da düşməsə, dediyimiz kimi, yenə də bunun da insanın ruhunda bir təsiri var, təsirsiz ötüşmür insan üçün. Və biz Qurani-Kərimi əsasən deyirik ki, Quran hidayət kitabıdır. Allah Qurani-Kərimi nazil edib ki, insanları hidayət eləsin və Quranın başqa kitablara nisbətən, əvvəlki nazil olan kitablara nisbətdə hidayət etməsi daha güclüdür, daha təsirlidir. Biz Qurani-Kərimə baxarkən İsra surəsində 9-cu ayədə Allah buyurur: "İnnə həzəl Quran yəhdi lilləti hiyə əqvəmu." Qurani-Kərim hidayət eləyir doğru yola, möhkəm bir yola. Hiyə əqvəm deyir, onun hidayəti daha möhkəmdir, daha güclüdür. Qurandan əvvəl də bilirik ki, səmavi kitablar nazil olub. Amma Quranın hidayəti tamam başqadır. Quran daha sürətlə hidayət eləyir insanları. Və biz Quranı açıb oxuyarkən bir də bunu bir mənəvi təsirini dərk etməkdən ötürü insan Allaha diqqətini yönəltməlidir. Bilməlidir ki, bu ayələri, bu qədər surəni, bu qədər ayəni kim mənə göndərib? Aləmlərin Allahı birbaşa olaraq mənimlə ünsiyyət qurur, mənimlə rabitə qurur. Doğrudan da insan bir ömür çalışır, ibadət eləyir, biz namazımız vasitəsilə Allahla ünsiyyət qururuq, amma Quran ayələri belədir ki, Allah insanla ünsiyyət qurmaq istəyib və buna görə insana öz kəlmələrini göndərib, öz kitabını göndərib. Sanki Allah özü bizimlə danışmaq istəyir, bizimlə ünsiyyət qurmaq istəyir. Necə ki, Qurani-Kərimdəki ayələr var, deyir, biz bəzi bəndələrin qəlbləri ilə rabitə qurarıq. Qurani-Kərimdə 2 ayədə var, 2 yerdə var. Biri Həzrəti Musanın anası barəsində bu kəlmə işlənir. Həzrəti Musanı bir süd verib, onu bir qaba qoyub Nil çayına atmalı idi və orada anası narahat olur. Allah buyurur ki, Rəbətnə ələ qəlbiha, biz onun qəlbi ilə rabitəyə girdik və o aramlıq tapdı. Bundan sonra o analıq məhəbbətin soyuda bildi, ayıra bildi özündən və övladını suya ata bildi. Bir də Əshab-ı Kəhf barəsində buyurur ki, onlar narahat idilər, şəhərdən qaçdılar və bir mağaraya sığındılar. Amma yenə də o narahatlıq bunlardan əl çəkmirdi. Bunlar arxadan qoşun gəlir, mağarada heç bir yeməkləri yox, içməkləri yox, mağaranın öz təhlükəsi. Allah buyurur ki, Rəbətnə ələ qulubihim, biz onların qəlbləri ilə rabitə qurduq və onlar aramlıq tapdılar. Həqiqətən də insan ilə Quran ayələrini oxuduqca, Quranla rabitə qurduqca birbaşa sanki Allahla ünsiyyətə girir, Allahla rabitə qurur və həmin o aramlığı insan qəlbi ilə hiss eləyə bilir, dərk eləyə bilir. Və insan yenə də bu barədə düşünməlidir ki, mən kiminlə danışıram və kimin sözünü oxuyuram. Bir alimin kitabında gördüm, maraqlı bir hadisədir. Deyir, bir gənc idi, oturmuşdu Kəbənin ətrafında, Qurani-Kərim oxuyurdu. Deyir, bir anlıq düşündü ki, bu qədər ayəni, bu qalınlığa kitabı mənə Allah göndərib və Allah mənimlə ünsiyyət qurmaq istəyir. Deyir, bir anlıq bu haqda düşündü, amma dərindən düşündü. Deyir, az qaldı ruhum bədənimdən çıxsın, az qaldım özümdən gedəm və öz fikrimi yayındırdım ki, diqqətimi yayındırdım ki, bu haldan çıxım ki, az qaldım canımı tapşıram. Yəni, insan həqiqətən də düşünsə ki, Qurani-Kərim kimin sözüdür, hardan gəlib, necə gəlib, bu barədə düşünsə, insanın hidayəti üçün məncə kifayətdir və Qurani-Kərimdə olan ayələrə insan diqqət eləyəndə baxırıq,
Qur'ana hidayət kitabını nə üçün deyirlər? Çünki insanın hidayət tapması üçün, hidayətə çatması üçün, xoşbəxt olması üçün Qur'anda Allah bütün misalları çəkir. Hətta bəzən elə misallar çəkir ki, bizlər heç o misalları çəkməyə utanarıq, deyərik ki, bizim səviyyəmizdə olan söz deyil, ehtiyac yoxdur, biraz keyfiyyətli söz danışım. Amma Allah bizim hidayətimiz üçün hətta ora qədər enir ki, bəzi misallar bizə çəkir və sonra da deyir ki, elə bilməyin ki, mən xəbərsizəm də, siz belə düşünəcəksiniz ki, bu nə sözdür Allah deyir. Deyir, ayə var ki, Allah bu cür misal çəkməkdən çəkinməz, utanmaz. Çünki hamısı sizin hidayətiniz üçündür. Keçmiş ümmətlərdən danışır, onlardan ibrət götürəsən. İnsanın xoşbəxtliyi üçün Quranda misallar çəkilir. Xoşbəxt olanlar necə xoşbəxt oldu, bədbəxt olanlar necə bədbəxt oldu. Və xoşbəxtliyin Qur'an-ı Kərimə baxarkən ən gözəl nümunələrindən biri, Qur'an-ı Kərimin bizə olan göstərişlərindən biri budur ki, Qur'an bizi daim çağırır ki, yaxşılarla bircə olun. Kunu məəs-sadiqin, doğruçularla, siddiqlərlə bircə olun. Qur'an bizə keçmiş ümmətləri xatırladır, keçmiş peyğəmbərləri xatırladır. Deyir ki, peyğəmbəri deyir ki, Həzrəti İbrahimi xatırlat, Həzrəti Yaqubu xatırlat, Həzrəti İsmaili xatırlat. Yəni, yaxşıları xatırlat, yaxşıları insanlar düşünsünlər, yaxşılar barəsində düşünsünlər və insan həmin o Qur'an-ı Kərim vasitəsilə elə yaxşıların meyarı nədən ibarətdir? Onu Qur'anla tapa bilər və öz həyatına tətbiq edə bilər və son olaraq da elə bunu demək istəyirəm ki, bizim də həyatımızda Qur'andan alacağımız ən mühüm dərs budur ki, biz Qur'ana baxaq, hidayət və xoşbəxtlik nədən ibarətdir? İlk öncə bunu özümüzdə aşkar eləyək. Çünki bəzən biz bir çox şeylər barəsində düşünürük və onları lazımsız, əhəmiyyətsiz hesab eləyirik. Amma Qur'an-ı Kərim buyurur ki, o əhəmiyyətli bir şeydir. Bizim düşüncəmizi, baxış bucağımızı dəyişməyə çalışır Qur'an və həyata real yanaşmağa çalışır. Qur'an bizi bəzi məktəblər kimi aldatmağa çalışmır, bizə yalan vədələr vermir. Qur'anın vədələri hamısı bizim maddi və mənəvi tərəflərimizə hesablanmış məsələlərdir. Həm bizim ruh tərəfimizi nəzərə alır, Allah bizə söz deyir, həm də maddi tərəflərimizi nəzərə alır, söz deyir. Və Qur'anı oxuyarkən həmin o yaxşıların insan meyarını tapa və öz yaşayışında yaxşıları tapa və onlarla birgə olmağa çalışır. Çünki insan bəzən tək başına bacara bilməz. İnsan daim yaxşılardan yapışmalıdır, yaxşıların ətəyindən yapışmalıdır və bizim də həyatımızda ən mühüm məsələ həyatda həmin o yaxşıları tapıb onların yanında olmaqdır. Və belə olarsa əgər biz hidayətimizi sanki sığortalamış olarıq. Yəni ki, yaxşılarla birgə olanda insan təhlükəyə düşməsi ehtimalı azalır. Çünki insan yaxşılara baxır, qədəmlərini onların qədəminə qoyaraq yol gedirsə, bu insanın azması, hidayətdən zəlalətə düşməsi təhlükəsi də bir o qədər azalmış olur. Az təşəkkür edirik. Allah razı olsun. Çox sağ olun dəyərli fikirlərinizə görə. Allah bizim qəlblərimizi Qur'anla aram etsin. Verilişin əvvəlində də vurğuladığım kimi bir-birindən dəyərli və əziz qonaqlarımız var. Mən istəyərdim dəyərli Əhlibeyt şairi Hacı Əfqana söz verim. Hacıcan, sizdən bir gözəl şeir alardıq. İnşallah. Bismillah. Allah sizdən razı olsun ki, bu kimi verilişləri ərsəyə gətirirsiniz və tamaşaçıların nəzərinə çatdırırsınız. Dəyərli ruhanimiz, Allah Teala imanın kamil eləsin, Allah elminə bərəkət versin. Çox gözəl Ramazan haqqında təfərrüatı ilə izah verdi. Mən deyərdim, bəlkə də ehtiyac yoxdur bu qəzəli deməyə. Amma Hacının sözünə qüvvət olaraq, çıxışına qüvvət olaraq inşallah sizin icazəvizlə elə tamaşaçıların nəzərinə Ramazan ayı ilə bağlı inşallah bir qəzəl parçasını çatdırardıq. Buyurun. Bir ilin mahur Ramazan ən əziz mehmanıdır. Bir ilin mahur Ramazan ən əziz mehmanıdır.
Öyle bir aydır bu ay, 11 ayın sultanıdır. Rahmet ile, şefkat ile zengin olmuştur bu ay. Bunlar ol Perverdigarın süfre-i ihsanıdır. Aye-i Kur'an olub nazil bu ay peygambere, her günü şeytanın artan nale-i efxanıdır. Bab-i dergahın açıp, hak istemən əff eyliyim, kim bağışlanmazsa öz təqsiri, öz nöqsanıdır. Göz, qulaq, dil, əl mübarizdir ləin şeytan ilə. Ey müsəlman, ibrətamiz bir döyüş meydanıdır. Allah üçün ac qalar, Allah üçün ətşan gezər. Əhsən ol insana ki, öz nəfsinin düşmanıdır. Sən də tutsan gər oruc, Xaliq verər əcrin sənə. Vədi haqdır, çün Xudanın ayə-i Qur'anıdır. Bir günah, dünyada insanın əcaib dərdidir. Bir günah, dünyada insanın əcaib dərdidir. Vardır illacı bəni Adəm, oruc dərmanıdır. Üzünə insanın Xuda bağlar cəhənnəm qapların. Çün oruc nardan sipərdir, müminin qalxanıdır. Xeylidir təqvalı mümin, ömr edər ruhən oruc. Övliyalardır, mələklər onların heyranıdır. İsti günlərdə oruc tutmaqdan əsla doymayan, ol əmirəl-müminindir, Allahın aslanıdır. Malu canından, ey əfqan, hər nə getsə, çəkmə ah. Malu canından, ey əfqan, hər nə getsə, çəkmə ah. Hər nəyin vardırsa ondandır, onun qurbanıdır. Hər nəyin vardırsa ondandır, onun qurbanıdır. Allah qələmimizə bərəkət versin. Çox sağ olun, var olasınız. Elə bu gözəl sözlərdən sonra gənc Əhl-i-Beyt məddahı Əli Əkbər Musayev bu gözəl səsi ilə bir gözəl ilahi səsləndirərdi. Buyurasan əzizim, söz səndədir. Çox sağ olun. İlk başda demək istəyirəm ki, bu gözəl verilişə mənə dəvət elədiyiniz üçün Allah razı olsun. Çox sağ olun, təşəkkür edirəm. Buyurasan əzizim. İğfir lənə ya Allah, İrhəm lənə ya Allah, Allah, Allah ya Allah, Allah, Allah ya Allah. Ey mədəni kəramət, درگاه و دخیلم قومامنی kapından bir bende-i zəliləm Dərmanda u həqirəm öz nəfsimə əsirəm Sənsən fəqət pənahim Müştaq əsəl səbiləm İğfir lənə ya Allah İrhəm lənə ya Allah Allah, Allah, ya Allah, 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 ya Allah. Ay nazerin nigarim, İzzetli şehriyarim, Gaflette keçdi ömrüm, Soldu yaşıl baharım Gündüz gece kapımda Göz yaşımı tökerdim
damanı tutardım. Olsaydı ihtiyarım. İğfir lana ya Allah, İrham lana ya Allah. Allah Allah ya Allah. Allah Allah ya Allah. Rahmet kapın açıktı, miskin bu benaya. Sahibi kerem hemişe, eyler kerem gedaya. Verrem qasam Hüseynə, Sultan-ı Məşriqinə. Göz yum xətalərimdən, rəhm eylə mübtəlaya. İğfir lana ya Allah, İrham lana ya Allah. Allah Allah ya Allah. Allah Allah ya Allah. Hacı, ən məşhur hədislərdən biri də Qədirxum hədisidir ki, Peyğəmbərimiz buyurdu ki, özümdən sonra sizə Quran və Əhl-i Beyti əmanət etdim. Quranı əmanət etdim. Yəni, nə deməkdir Quranı əmanət etdim və əmanət sahibinə necə əmanəti çatdırmalıyıq və yaxud da nə zaman çatdırmalıyıq? İstərdim bu barədə danışaq. Bəli, bu da gözəl bir sualdır. Artıq Qur'an-ı Kərimlə Əhl-i Beytin bağlılığı barəsində danışmalıyıq bu sual ətrafında. Qədirxum hədisi məşhur hədisdir. Həzrət Peyğəmbər vilayət məsələsini gündəmə gətirdi Qədirxum günündə və Həzrət Əli əleyhissalamın imamətini elan elədi. Bu artıq o deməkdir ki, Qur'an-ı Kərim qorundu Əhl-i Beyt vasitəsilə. Bu hadisədən sonra fikir verəsiniz, Qur'an-ı Kərimə ayə nazil olur. Buyurur ki, bugün kafirlər sizin dininizdən məyus oldular. İnni əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Bugün dininizi tamamladım və sizə öz neymətlərimi tamamladım və din olaraq sizə İslamı bəyənib seçdim. Elə ki, vilayət məsələsi gündəmə gəldi, vilayət məsələsi elan olundu və Allah buyurur ki, dininiz tamamlandı. Artıq qiyamət gününə qədər neymətimi sizə tamamladım. Qur'an-ı Kərimlə Əhl-i Beyt arasında möhkəm bir bağlılıq var. Yəni, bunlar ikisi də eyni bir həqiqətdirlər. Baxın, Səqələyn hədisində Həzrət Peyğəmbər buyurur, İnni tarikun fikum istəqələyn, Kitabəllah və itrəti Əhl-i Beyti. Sizə iki əmanət qoyuram. Allahın kitabı və itrətim mənim Əhl-i Beytim. Sonra buyurur ki, bunlar qiyamət günündə Kövsər hovuzunda mənə qovuşmayınca bir-birindən ayrılmazlar. Sonra buyurur ki, bunlardan möhkəm yapışın ki, yolunuzu azmayasınız. Allahın kitabından və Əhl-i Beytdən. Təkcə demir, Allahın kitabından yapışın. Eyni zamanda Əhl-i Beyti də gətirir. Çünki biz Əhl-i Beytsiz Qur'anı doğru düzgün başa düşə bilmərik. Qur'an-ı Kərimi başa düşmək üçün mütləq və mütləq bizə Əhl-i Beytin nəzəri lazımdır. Əhl-i Beytin vasitəsilə biz Qur'an-ı Kərimi başa düşürük. Çox gözəl bir söz deyiblər alimlərdən biri. Qur'anı insan şəklinə salsan, olacaq imam, imamı kitab şəklinə salsan, olacaq Qur'an. Yəni, bunlar ikisi də eyni bir həqiqətdirlər. Bunları bir-birindən ayrı təsəvvür eləmək olmaz. Məsələn, baxın, Həzrət Fatimə barəsində Həzrət Peyğəmbər buyurur ki, qızım Fatimə Qədr gecəsi kimidir. Bunu necə başa düşək?
Məsələn, bir izah kimi belə deyilir ki, Həzrət Fatimə Qədr gecəsində bir sirr ki var, onu ancaq arif insanlar başa düşərlər. Həzrət Fatimə də belə bir sirrə malikdir. Qur'an-ı Kərim bilirik ki, Qədr gecəsində nazil olub. Buna artıq əlavə başqa bir izah kimi deyə bilərik. Qur'an-ı Kərim baxın Qədr gecəsində nazil olub və kitab şəklində olan Qur'an. Çünki bizim əlimizdə olan bu Qur'an, buna Samit Qur'an deyərlər. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə sözü var. Həzrətin buyurur ki, Həzə kitabullah əs-samit. Bu Allahın sakit kitabıdır, Quran barəsində deyir. Və ənə kitabullah ən-natiq. Mən Allahın danışan kitabıyam. Bizim əlimizdə olan, kitab şəklində olan bu Quran Samit Qurandır. Yəni onu biz danışdırmasaq, bizlə danışmayacaq. Amma Əhl-i-Beyt Quranun natiqdir, danışan Quranlardılar. Kitab şəklində olan Qur'an-ı Kərim bizə Qədr gecəsində nazil olub. Amma danışan Quranlar isə bizə Həzrəti Fatimə vasitəsilə gəlib. Bu baxımdan ki, danışan Quranların zərfi, yəni imamlar hamısı Həzrət Fatimədən doğulub gəliblər. Bu baxımdan Əhl-i Beytin, məxsusən Əhl-i Beyt arasında Həzrəti Fatimənin Quranla bağlılığı var, Qədr gecəsi ilə bağlılığı var. Əhl-i Beyt, Quran bir həqiqətdirlər, bunların özlərinin bir bağlılığı var. Yəni, hansı tərəfdən baxsaq, Əhl-i Beyti Qurandan ayrı təsəvvür eləmək mümkün deyil. Və biz tarix boyu da baxırıq ki, Əhl-i Beytsiz, Peyğəmbərsiz Quranı başa düşməyə çalışanlar, təkcə bizə Quran bəsdir, Allahın kitabı bəsdir deyənlər Qurandan lazımi şəkildə istifadə eləyə bilməyiblər. Əhl-i Beyt də özü buyurur ki, Quran bizsiz mümkün deyil başa düşülməsi. Ona görə də insan Quran-ı Kərimi oxuyarkən sanki Əhl-i Beytlə tanışlığı çoxalır. Düzdür, bu mövzu çox vaxt tələb eləyən bir mövzudur, bunu izah eləmək. Amma Həzrət Əli əleyhissalamın Qədir-Xum günündə, sizin dediyiniz hədisdəki var, Əli əleyhissalamın Qədir-Xum günündə imamətinin elan olunması ilə artıq Allah sanki belə demək istədi ki, artıq rahat ola bilərsiniz. Artıq qiyamət gününə qədər hidayət yolu, hidayət qapıları sizin üzünüzə açıldı. Yəni bu Qur'anı Əhl-i Beyt nə qədər ki var, nə qədər Əhl-i Beyt var, bu Qur'anı aradan apara bilməzlər. Ona görə deyir ki, kafirlər də bugün sizin dininizdən məyus oldular. Artıq Qur'anın yanında Əli varsa, Quran heç vaxt aradan gedə bilməz. Quran heç vaxt təhrif oluna bilməz. Düzdür, təvilində nələrsə yozarlar, nələrsə yanlış istiqamətdə təvil eləyə bilərlər, təfsir eləyə bilərlər. Amma bir də gəlin Əhl-i Beytin nəzəri ilə Qur'an-ı Kərimə baxın. Qur'an-ı Kərimə Əhl-i Beytin nəzəri ilə baxarkən anlaşılması da asanlaşır. İnsan Əhl-i Beytsiz Qur'anı oxuyarsa, bir sıra məsələlərdə insan dolaşığa düşə bilər və ona görə də Qur'an-ı Kərim buyurur, möminlər üçün şəfadır, kafirlər üçün onların xəstəliklərin biraz da çoxaldır. Çünki, baxın, insanın daxilində belə bir his var ki, əgər mən Əhl-i Beyti qəbul eləsəm və Əhl-i Beytin nəzəri ilə Qur'an-ı Kərimi başa düşsəm, bu olacaq doğru düzgün. Əgər Əhl-i Beytsiz mən Qur'anı başa düşməyə çalışsam, yanlış istiqamətdə gedəcəm. Deməli, bu təkcə Quran məsələsi deyil, bir də insanın mənəvi bir məsələsidir. Mən axı nə üçün Əhl-i Beyti qəbul eləyə bilmirəm, imamı qəbul eləyə bilmirəm ki, imamsız mən Qurana yanaşıram, Qurana yaxınlaşıram. Bu, özü artıq qayıdır insanın bir mənəvi tərəfinə. Amma insan Əhl-i Beyt vasitəsilə Qurana yaxınlaşarsa, Quran bilir ki, bayaq da dedik, hidayət kitabıdır. Özü buyurur, Hudəllil muttəqin.
təqvalıları hidayət eləyir. Quran-Kərimin ayəsidir. Amma baxırıq ki, başqa ayədə deyir, hudəllin-nas. Ümumi insanlar üçün hidayətdir. Bəs ümumi insanlar üçün hidayətdirsə, niyə deyir, təqvalıları hidayət eləyir? Düzdür, Qur'an-ı-Kərim ümumi insanlar üçün hidayətdir. Amma sən təqvalı olmasan, Quran səni hidayət eləyə bilməyəcək. Sən Əhl-i Beytin nəzəri ilə Qurana yaxınlaşmasan, sən Quranı düzgün başa düşənməyəcəksən. Quran səni hidayət eləyə bilməyəcək. Bu Quranın qüdrətsizliyi deyil, sənin doğru istiqamətdən Qurana yanaşmamağının nəticəsidir. Yəni ki, Quran qiyamət gününə qədər var olan bir kitabdır. Və 14 əsrdir ki, oxunur, araşdırılır, təfsirlər yazılır. Amma hələ də Allahın o kəlmələri, Allahın o kəlmələrdə qoyduğu mənalar tükənmir, bitmir və qiyamət gününə qədər də bu davam eləyəcək təbii ki. Ona görə də bu qədər mənalar arasında, fikir çoxluğu arasında insanın tək başına Qur'an-ı-Kərimi başa düşməsi çətin məsələdir. Allah ona görə də bizim işimizi əslində asanlaşdırır. İnsan özü işini çətinləşdirir, Allah bizim işimizi asanlaşdırır Əhl-i Beyt vasitəsilə. Əhl-i Beyti bizə verməklə, bizə təqdim etməklə bizim işimizi asanlaşır ki, baxın onların nəzəri məsələn filan məsələdə necədir? Əhl-i Beytin nəzəri filan ayə barəsində necədir? Ona görə də biz Əhl-i Beytsiz Qurana baxsaq, Quranın təkcə zahiri mənalarını başa düşə bilərik. Zahirin başa düşə bilərik. Amma baxırıq ki, bəzi ayələr də var ki, onların təkcə zahirin başa düşmək insanı azğınlığa aparır. Onların yozuma, təvilə ehtiyacı var bir çox ayələrdə. Və həmin o ayələri məsələn əsas götürərək deyə bilərik ki, əksər fikir ayrılıqları, firqələrə bölünmələr, məzhəblərə ayrılmalar hamısı həmin o yanlış anlaşılma nəticəsində baş verir. Ayələri zahiri baxımından başa düşərsən, amma doğrudanmı təkcə bununla kifayətlənir? Onun batininə insan bir baxmalıdır. Batininə artıq düşmək üçün bizim Əhl-i Beytin nəzərinə ehtiyacımız var. Hədislərdə bəzi ayələrə baxanda imamların həqiqətən də Qur'an-ı Kərimə yanaşması, Qur'anı təfsir etməsi tamamilə fərqlidir. Məsələn, Həzrəti Yaqub əleyhissalam qardaşları gəlib Yusifi istəyəndə ki, özümüzlə aparaq, Həzrəti Yaqub buyurur ki, mən qorxuram ki, onu canavar yesin. Amma əslində İmam Musa Kazım əleyhissalam səhv eləmirəmsə buyurur ki, məqsəd orada bu idi ki, Həzrəti Yaqub canavarlardan qorxmurdu. Deyirdi ki, mən sizin nəfsinizdən qorxuram, canavar sizin nəfsinizdir. Əhl-i Beytin Qurana yanaşması başqadır. Ona görə də Həzrət Əli əleyhissalam Quran barəsində buyurur, İnnə hazəl Quran zahiruhu əniq və batinuhu əmiq. Zahiri çox gözəldir. Oxuyur, qəşəng avazla oxuyur. Hədislərdə də məsələn tövsiyə olunur ki, Quran-ı Kərimi avazla oxuyun, gözəl səslə oxuyun. Allah qarilərimizi qorusun, hifz eləsin. Əli əleyhissalam buyurur ki, zahiri çox gözəldir və batinuhu əmiq, amma batini çox dərindir. Batininə baş vurmaq üçün artıq insanın ilahi övliyaya ehtiyacı var. Allahın nümayəndəsinə ehtiyacı var. Peyğəmbərə və imama ehtiyacı var. Əgər bu istiqamətlə, bu baxışla Qur'an-ı Kərimə yaxınlaşsaq, Quran bizə hidayət kitabı olacaq. Bu baxışla yanaşmasaq, Quran bizim üçün zəlalət kitabı olacaq. Ki, aşkar şəkildə Quran özü buyurur ki, möminlər üçün şəfadır. Möminlərin hidayətini çoxaldar. Amma kafirlər üçün azğınlıqdır. Əhl-i Beytsiz biz Qurandan doğru düzgün nəticə ala bilmərik. Ona görə Sanki Hacı Zülsəm Allah Əhl-i Beyti bizə verməklə biləvasitə bizim işimizi də asanlaşdırıb. Bəli, Haqqı tapmağımız. Asanlaşdırıb təbii ki. Yəni ki, bu qədər fikir çoxluğu arasında, fikir ayrılıqları arasında Həzrəti Zəhra salamullah əleyhanın gözəl bir sözü var Fədəkiyyə xutbəsində. Buyurur ki, Allah bizi bunun üçün qərar verib ki, ümməti parçalanmadan qorusun, ümmət vəhdət halında olsun.
Parçalanmalar da fikir ayrılıqlarından yaranır. Dini məsələdə məxsusən Qur'an-ı-Kərimi biz doğru düzgün başa düşməsə fikir ayrılıq təbii ki, yaranacaq. Qur'an-ı-Kərimin başqa kitablardan da fərqi var. Məsələn, istənilən bir əsəri götürürsən, oxuyursan, onu götürsün 5 nəfər, 10 nəfər, 20 nəfər oxusun, oturub müzakirə eləyəndə təxminən deyə bilər ki, hər kəs eyni fikri deyəcək, eyni sözü deyəcək. Çünki bu əsərdir, oxuyub, başa düşüb və müzakirə olunanda da eyni fikirlər yenə də deyiləcək. Amma Qur'an-ı-Kərim belə deyil. Qur'an-ı-Kərimi 1400 ildir oxuyurlar, özü də adi adamlar da yox, alimlər belə oxuyurlar, amma gəlirlər izahında fərqli-fərqli fikirlər ortaya çıxır. Bunun səbəbi nədir? Səbəb imamsız Qur'ana yanaşmadır, imamsız Qur'anı təfsir etməkdir. Az təşəkkür edirik, Allah razı olsun. İnanıram izləyicilər də bizim kimi sevə-sevə dinlədilər bu sözləri. Allah sizi var eləsin. Yenidən istəyərdim dəyərli, əziz, Əhlibeyt şairi Hacı Əfqan qardaşıma söz verim. Hacı, söz sizdədir yenidən. Mən yenə təşəkkür eləyirəm. Allah hamımızı var eləsin inşallah. Məni də dəvət etdiyiniz üçün, mənə söz verdiyiniz üçün və yenə də ustadımız Hacının sözünə qüvvət olaraq əleyhissalamın haqqında inşallah bir qəzəl qulluğunuza ərz eləyək. Buyurun, söz sizdədir. Şənd-i Peyğəmbər səri kuyində mən pərvanəyəm. Aşiqəm mən ol kəsə, eşqimdə mən mərdanəyəm. Mən bu eşqin şərbətin nuş etmişəm, məstanəyəm. Ta əzəldən eşq adlı mülkidə şahanəyəm. Mən əmirəl-müminینəm, ümmətə rəhbər mənəm. Cənnəti əlaya üqbadə mənəm şöhrət verən. Cənnətü əlaya üqbadə mənəm şöhrət verən. Ətrinə cənnatinin hətta mənəm qüvvət verən. Cənnətə mənsizliyim iləm mənəm həsrət verən. Ol səbəbdən cənnətə bir tək mənəm zinət verən. Mümini sirab edən kəs saqi kəvsər mənəm. Mən Əliyəm, göylər haqqında sual ver, al cavab. Eylərəm ulduzların sayin sənə bir hesab. Söylərəm əsli həqiqətdə nədir bəs afitab. Vermiş ol elmi mənə məbud olan tək bir cənab. Rahi fərşdən çox rəhi ərşi bilən əzbər mənəm. Nəhrəvan cəngində mən şir tək qılınc oynatmışam. Siffeyində qürbətən qəsdi ilə can satmışam. Əbdəvid oğlu əmirin başın yarıb atmışam. Hər bir xəndəkdə mən eylə bir məqamət çatmışam. Bir bu söz eylər kifayət, Fatih-i Xeybər mənəm. Olmadım bir ləhzə mən haqqın yolunda biqərar. Hər zaman Allahu Əkbər kəlməsin etdim şüar. Böylə xəlq etmiş məni çün aləmi pərverdigar. La fəta illa Əli, la seyfə illa Zülfüqar. Şah-ı Mərdan, şir-i Yəzdan, Mürtəza Heydər mənəm. Vermərəm zalimlərə məzlumların haqqın bir an. Batili haqq ilə bir tutmaz Əli bilsin cahan. Qoy mənim hər bir qərarım aləmə olsun əyan. Haqq mənimlə, mən də haqq ilə varam hər bir zaman. Mən ədalət rəmziyəm, aləmdə haqq pərvər mənəm. Aləmi dünyada mən sürdüm ömür təqva ilə. Ruhumun nəbzi vurub daim mənim üqba ilə. Ləzzəti üçün ömrümün getmiş mənim Zəhra ilə.
Mən vidalaşdım tamam fani olan dünya ilə, müjdələnmiş cənnət ilə ətri peyğəmbər mənəm. Səd heyf məth etmədim, mən heç səni tam ya Əli. Səd heyf məth etmədim, mən heç səni tam ya Əli. İstə Allahdan mənə qoy versin ilham ya Əli. Əfqanam, məhşərdə Allahım səndən ən'am ya Əli. Mən sənin məddahunam hər sübhü axşam ya Əli. Səd heyf məth etmədim, mən heç səni tam ya Əli. İstə Allahdan mənə qoy versin ilham ya Əli. Əfqanam, məhşərdə Allahım səndən ən'am ya Əli. Mən sənin məddahunam hər sübhü axşam ya Əli. Şeiri ilə göstərən xidmət sənə nökər mənəm. Şeiri ilə göstərən xidmət sənə nökər mənəm. Allah səhlib etmə məşğul eləsin, əziz şairimiz, var olasınız, Allah ömür versin sizə. Və yenidən gənc Əhl-i-Beyt məddahi, Əhl-i-Beyt bülbülü, mənim əziz qardaşım Əli Əkbər Musayevə söz verirəm. Əli Əkbər, buyurasan, bir gözəl ilahi səndən eşidək. Canım qurban olsun sənin yoluna, adı gözəl, özü gözəl Muhammed. Şəfaət eylirsən kəmtər quluna, adı gözəl, özü gözəl Muhammed. Canım qurban olsun sənin yoluna, adı gözəl, özü gözəl Muhammed. Şəfaət eylirsən kəmtər quluna, adı gözəl, özü gözəl Muhammed. Mümin olanların çoxdur cəfası, ahirətdə olur zövq-i səfası. 18.000 aləmin müstəfası, adı gözəl, özü gözəl Muhammed. Adı gözəl, özü gözəl Muhammed. İnsan neynir ki canı sənsiz, sən hək peyğəmbərsən şəksiz şübhəsiz. Sənə inanmayan gedər imansız, adı gözəl, özü gözəl Muhammed. Canım qurban olsun sənin yoluna, adı gözəl, özü gözəl Muhammed. Şəfaət eylirsən kəmtər quluna, adı gözəl, özü gözəl Muhammed. Canım qurban olsun sənin yoluna, adı gözəl, özü gözəl Muhammed. Şəfaət eylirsən kəmtər quluna, adı gözəl, özü gözəl Muhammed. Esselamu aleykə ya Resulallah. Esselamu aleykə ya Nebiyallah. Esselamu aleykə ya Resulallah. İstersen eğer gitmeyesen bade ey insan, Allah yoludur, hak yolu dünyada ey insan. Gör hak sen üçün necə səhmanı yaradı. 6 günün ərzində bu dünyanı yarattı. Sonra baban Adəm nənəl Həvvanı yarattı. Dərin düşün Allah'ı san, ya da ey insan. Allah yoludur, hak yolu dünyada ey insan, ey insan. Allah səs və bərəkət versin, əziz qardaşım. Allah səni qorusun inşallah. Hacı, Qur'anın
zahiri ilə tanış ola bilirik. Çünki Qur'anı oxuyuruq, bacardığımız qədər çalışırıq, anlayaq. Qur'anın batili ilə necə ünsiyyət qura bilərik? Bəli, bu da maraqlı bir sualdır. Qur'an-ı-Kərimə biz baxarkən Quran bizə bir yol göstərir. La yemassuhu illal mutahharun. Qur'an-ı-Kərimə, Qurana paklardan başqası toxuna bilməz. Burada da müəyyən fikirlər var. Paklar deyiləndə məqsəd nədən ibarətdir? Bəziləri belə izah eləyir ki, yəni insan dəstəmazlı olmalıdır, insan zahirən pak olmalıdır, təmiz olmalıdır. Ondan sonra Qur'an-ı-Kərimə toxuna bilər. Amma başqa bir təfsir, əsas təfsir bundan ibarətdir ki, paklıq təkcə zahir mənada dəstəmaz üsul mənasında başa düşülmür. Paklıq burada artıq mənəvi bir məsələdir. Mənəvi baxımından pak olanlar, təzkiyə olunmuş kəslər Qur'an-ı Kərimə toxuna bilərlər. Yəni Qur'anın həqiqəti ilə, batini ilə tanış ola bilərlər, Qur'anın həqiqətini başa düşə bilərlər. Və bunlar da biz baxarkən görürük ki, Əhl-i Beyt əleyhissalamdır. Paklar Əhl-i Beytdir, paklardan məqsəd. Paklıq deyəndə də nə nəzərdə tutulur? Bayaq dediyimiz kimi, Quran təqvalılar üçün hidayətdir. Hudəllil muttəqin, təqvalılara hidayət edir. Bu ayəyə biz baxanda Quran-ı Kərimi açırıq, əvvəl hissələrdə bu ayə ilə rastlaşırıq. Təqvalı olun ki, Quran sizə hidayət eləsin. Hələ mən Quranı tamamilə oxumamışam, amma Allah mənə təqva məsələsini xatırlatdı. Təqva burada belə izah olunur ki, insanın artıq fitrəti ilə bağlı bir məsələdir. Çünki insanın fitrəti belədir ki, bir sıra həqiqətləri hətta vəhy olmadan belə insan fitrəti vasitəsilə dərk eləyə bilir, başa düşə bilir. Bir sıra əməllərin yaxşı, bir sıra əməllərin pis olduğunu insan fitrəti vasitəsilə başa düşə bilir. Çünki Allah insanın fitrətini belə yaradıb ki, o yaxşı ilə pisi dərk eləyə bilir. Ona görə məsələn Freud dindəki var, əmr bil məruf və nəhy anil münkər. İnsanları mərufa dəvət elə. Yaxşılıq məruf sözü ilə ifadə olunur. Məruf odur ki, tanınan, bilinən. Yəni insanı o tanış olduğu işlərə dəvət elə. İnsanın fitrəti, insanın ruhu yaxşılıqlarla tanışdır əslində, yaradılış baxımından. Və nəhy anil münkər, inkar olunandan insanları çəkindir. İnkar olunanlar, yəni insanın fitrətinin, ruhunun tanış olmadığı məsələlərdir, işlərdir. Yəni o işlər ki, insanın fitrətinə, ruhuna yaddır. İnsanları o işlərdən çəkindir. Yəni fitrət məsələsi ilə insan bir sıra əməllərin yaxşı və yaxud da pis olduğunu başa düşə bilir. Allah da ilk öncə təqva məsələsini gündəmə gətirir. Yəni təqvalıları bu hidayət eləyəcək. Öz fitrətlərində olan o gözəllikləri, yaxşı ilə pisi başa düşmə qabiliyyətini əgər insan xarab eləməyibsə, aradan aparmayıbsa, bu Quran onu hidayət eləyəcək. Yox, əgər insan öz fitrətini xarab eləyibsə, yaxşılığa meyil göstərmək, pislikdən çəkinmək xüsusiyyətini aradan aparıbsa, bu Quran təbii ki, onu hidayət edə bilməyəcək. Yəni ki, etməyəcək, yox, edə bilməyəcək. Artıq o insan o qapını bağlayıb da xətəməllahu əla qulubihim. Allah onların qəlblərinə möhür vurub. Əslində Allah vurmur da, insan bir yerə çatır ki, artıq hidayət qapıları insanın üzünə bağlanır. Və belə olanda insan bir mərhələyə qədəm qoymalıdır. İnsan bir ömür çalışmalıdır, özünü islah eləsin. Bizim bu həyatda ən mühüm işimiz bundan ibarətdir. Ən mühüm işimiz özümüzü islah eləməkdir. Bundan mühüm bir iş, missiya bizim üçün yoxdur bu həyatda. İnsan özünü paklamalıdır, təmizləməlidir. Mənəvi baxımdan o təmizlik prosesi, təzkiyə deyərlər. Onu keçməlidir. Ondan sonra bir sıra həqiqətlər insana aşkar
ola bilər. İnsan Qurani-Kərimin batını ilə tanış ola bilər. Quranı başa düşə bilər. O paçlıq prosesindən insan keçməlidir. İnsanın mənəviyyatında, daxilində bir xəstəlik varsa, Quran hidayət də bu mənada ki, həmin o xəstəliyi sənə özü bəyan eləyir, sənə aşkar eləyir. Məsələn, Quran nümunə çəkir. Quranda nümunələr var. Bədbəxt olanlar necə bədbəxt oldular? Firon necə bədbəxt oldu? Haman necə oldu? Qarun necə oldu? Bütün bunların hamısının qısa olaraq bir anonsu verilir. Bunlarda hansı xəstəliklər var idi? Hansı proseslər bunlarda gedirdi ki, iş gəldi bu yerə çatdı? İş gəldi bu yerə çıxdı. Və Qurani-Kərimdə insan bunları gördükcə sanki həmin o məsələləri özünə tətbiq eləməlidir. Yəni Quranın ayələri belədir ki, Quran təkcə bir nümunə əgər bizə verirsə, biz həmin o nümunə ilə məhdudlaşdıra bilmərik ayəni. Qurani-Kərimin baxın ayələrinin nazil olmasında bir səbəb-i nüzul var, bir də şən-i nüzul var. Bəzi alimlər bunu eyni cür izah eləyirlər. Yəni deyirlər ki, səbəb-i nüzulla şən-i nüzul eyni məsələlərdir. Amma əslində bir alimin gözəl yanaşması var idi, bunları ayırır. Bir şən-i nüzulla səbəb-i nüzul arasında da fərq var. Səbəb-i nüzul konkret bir hadisə ilə bağlı nazil olur. Amma şən-i nüzul məsələsi ümumi bir məsələ var. Məsələn, peyğəmbərlərin məsumluğu məsələsi. Bu mövzu ilə bağlı, misal üçün deyirik də, bir ayə nazil olubsa, o ayə konkret bir hadisəyə insan onu bağlaya bilməz. Onun əhatə dairəsi daha genişdir, şən-i nüzul məsələsinin. Ona görə də, məsələn, baxırıq, Həzrət Musa barəsində Qurani-Kərimdə nazil olan ayələri İmam Hüseyn əleyhissalam Kərbəlaya doğru hərəkət edəndə öz işi barəsində həmin o ayələri gətirir. Həzrət Musa əleyhissalam o Qibtini vurur, öldürür, Misirdən çıxıb qaçarkən Quran buyurur, fəxərəcə minhə xaifən, qorxu və təlaş içində şəhərdən çıxdı, tərk elədi. İmam Hüseyn əleyhissalam Mədinədən çıxmağa hazırlaşanda eyni ilə həmin o ayəni oxudu. Deyir, yəni mən də öz ixtiyarımla çıxmıram. Və yaxud da gedir Həzrət Musa əleyhissalam Mədiyən şəhərinə çatır, orada başqa bir ayə oxuyur. İmam Hüseyn əleyhissalam gəlir Məkkəyə çatandan sonra həmin o ayəni oxuyur. Yəni Qurani-Kərim ümumi bir məna bizə təqdim eləyir, ümumi bir baxış bizə təqdim eləyir və qiyamət gününə qədər də bütün insanlar həmin o nümunələri götürüb öz həyatlarına tətbiq eləyə bilərlər. Bu da nəyin vasitəsilədir? Yenə də bunu deyirik ki, Allah övliyalarının vasitəsilədir. Peyğəmbərlər və imamlar, məsum kəslərin vasitəsilədir ki, Qurani-Kərimin həmin o batininə biz yol tapaq. Qurani-Kərimin batinin başa düşək. Bu da təmizlənmə prosesi. Bilirsiniz, bu təzkiyə məsələsi Quranda o qədər mühüm bir məsələ kimi qeyd olunur. Qəd əfləhə mən zəkkaha. Kim özünü təmizlədisə, nizat tapdı. Nizat tapdı. Qəd əfləhə mən zəkkaha və qəd xabə mən dəssaha. Kim özünü xarab elədisə, o bədbəxt oldu. Əvvəla insanın nizat tapması üçün həmin bu təmizlik prosesindən insan keçməlidir. Qiyamət günündə də əgər müəyyən bir xəstəliyimiz varsa, mənəvi bir xəstəlik qalıbsa, o xəstəliklə bizi cənnətə də buraxmayacaqlar. O xəstəlik mütləq və mütləq bizim ruhumuzdan çıxmalıdır. Ondan sonra biz cənnətə daxil olmalıyıq. Təsəvvür edin, bir insan məsələn həsəd xəstəliyini özü ilə götürür cənnətə aparır. Bu cənnətdə də məsələn həsəd aparır. Qeybət xəstəliyini özü ilə götürür cənnətə aparır. Cənnətdə məsələn qeybət eləyir. Bu qəbul olunası bir məsələ deyil. Ona görə hətta hədislərdə var ki, insanlar cənnətin qapısının ağzında bir hovuz var. O hovuzdan su içərlər. Məsələn də ruhlarında qalan o xəstəliyi, məsələn həsəd varsa, həsəd xəstəliyin yuvar aparır, ondan sonra cənnətə daxil olarlar. İnsan
təmizlənmədən qorxmamalıdır. Biz bəzən öz xəstəliklərimizə diqqət etməkdən qorxuruq, çəkinirik. İnsan xoşlamır özündə bir eyib nöqsan görsün. Və dində baxırıq ki, başdan ayağa deyir ki, özü ilə məşğul ol. Başqaları ilə işin yoxdur, özünə diqqət elə. Bəzən bəzilərində də bu qızıq yaradır dinə qarşı, təbii olaraq. Ona görə də bu təmizlik prosesindən insan keçməlidir. Allahın da işi qəribədir. Səndə əgər bir dözümsüzlük varsa, məsələn, bədəxlaq bir qonşun varsa, ki, onunla yola getmə mümkün deyil, ondan uzaqlaşıb hara getsən də, mütləq və mütləq həmin o getdiyin yerdə də ona oxşar bir hadisə Allah qarşıya çıxardacaq. Çünki Allahın işi sənin hidayətindir. Allah istəyir ki, sən o məsələni özündə həll eləyəsən. Məsələn, səndə dözümsüzlük var, səndə qəzəb varsa, o məsələni özündə həll eləməlisən. Hara getsən, bu hidayət məsələsi insandan əl çəkmir. Gedib haradasa tənha da yaşasan, tək də yaşasan, yenə Allah bir şey çıxardacaq sənin qarşıya ki, sən özünlə məşğul olasan, özündə o xəstəlikləri, o naqislikləri həll eləyəsən. Ona görə də insanın xoşbəxtliyi həmin o təmizlik prosesindən keçir və insan ki, o təmizlik prosesinə qədəm qoydu, özünü təmizlədisə, paçladısa, ondan sonra bir sıra qapılar insanın üzünə açılır. İnsan başlayır, məsələn, Qur'anı sevərək oxumağa. Təskiyə olunmuş nəfs Qur'anı sevməyə başlayır. Çünki baxır, orada həqiqətini görür. Nəfs öz həqiqətin Qur'an-ı Kərimdə tapır. Xoşbəxtliyin yolunu tapır. Məndə hansı nöqsanlar qalıb, onu həll eləməyə çalışım, baxır Qur'andan tapır. Və Qur'anı sevərək oxumağa başlayır. Bütün məsələlərin də başında sevgi dayanır. İnsan namazı da sevərək qılmalıdır, orucu sevərək tutmalıdır, Qur'anı sevərək oxumalıdır. Əgər bu varsa, insan Qur'ana da sarılacaq, namaza da sarılacaq. Sevgi ilə yanaşarsa, sevgi olmadısa, mən məcbur şəkildə Qur'anı götürüm, oxuyum, oxuya-oxuya da vərəqliyim ki, nə vaxt bitəcək. Bu insanın hidayət eləyə bilməz. Bu insanın hidayəti üçün təsirsiz olacaq, bilirsiniz. Ona görə də insan Qur'anı sevərək oxumaq istəyirsə, namazı sevərək qılmaq istəyirsə, o təmizlik mərhələsinə qədəm qoymalıdır. Ölən ana qədər bizim ən mühüm işimiz zaten bundan ibarətdir. Bizim bundan mühüm bir işimiz yoxdur ki, özümüzü islah eləyə, bütün hadisələrin arxasında Allahın mesajını insan tutmağa çalışmalıdır ki, Allah bu hadisə vasitəsilə mənə nə demək istədi? Allah bu ayə ki, oxudum, bunun vasitəsilə mənə nə demək istədi? Bütün bunlar hamısı insanın mənəvi baxımından təmizləndikdən sonra, təskiyə olunduqdan sonra insan bu həqiqətləri özündə aşkar eləyə bilər və Qur'anı sevərək oxuya bilər və Qur'anın batininə düşə bilər, inə bilər. Zahirindən batininə keçid eləyə bilər. Paçlanmışlar, təmizlənmişlər. O paçlar da yenə deyir, kimlərdir? Qur'an-ı Kərimdə Əhl-i Beytin ayəsi var. Və yutəhhirəkum təthira. Allah sizi iradə eləyib ki, pak eləsin, təmizləsin. Paçlar Əhl-i Beytdir. Və biz də onların arxasınca getməklə, onlara bağlanmaqla, onları sevməklə həmin o paçlara çevrilə bilərik. Paçlanmağın yolunu bizə onlar göstərirlər. Çünki onlar nümunədirlər. Paçlığın nümunəsi Əhl-i Beytdir. Və bütün bu işlərin fövqündə yenə deyirik ki, sevgi məsələsi mühüm məsələdir. İnsan əməllərini və fürsətdir bunu deyək, sevgi ilə yerinə yetirərsə, sevərək yerinə yetirərsə, can dərdi edilən əməllərin nə maddi işlərdə, nə mənəvi işlərdə bərəkəti olmur. Təsəvvür eləyin, bir nəfər gedir pul qazanmağa, amma can dərdi gedirsə, o bir iş görürsə, o işindən ləzzət ala bilmirsə, onun işinin keyfiyyəti də olmayacaq. Elədiyi işi gözəl şəkildə yerinə yetirə bilməyəcək. Amma biri də var ki, sevərək o işi yerinə yetirir, canı dillə o işi yerinə yetirir. Baxarsan ki, o işin elə maddi məsələlərdə də xeyri və bərəkəti
daha çox olar. Və Qurana insan diqqət verməsi üçün, Quranın batininə də düşməsi üçün insan Quranı ilk növbədə sevməlidir. Quranı Allahın kəlamı bilməlidir. Bilməlidir ki, məni yaradan aləmlərin Allahı mənimlə rabitəyə girib ünsiyyət qurur və görüm Allah mənə nə demək istəyir. Bu yanaşma ilə insan özünə də bir motivasiya verməlidir, özünü həvəsləndirməlidir və Qurana qarşı olan o sevgisini çoxaltmalıdır. Sevgi olarsa, paçlanma da olacaq, təmizlənmə də olacaq, Qurani-Kərimin batininə düşmək də olacaq və bayaqki sualınıza da qüvvət olaraq elə deyək ki, sevərək ki, oxudum və bağlandın, o ki, səni hidayət elədi, sən artıq bu əmanətdən uzaq çıxmış olursan. Sanki əmanəti öz sahibinə qaytarmış olursan. Əmanətin nümunəsi, predmeti sən özünsən. Quran sənə əmanət olaraq verilibsə, Əhl-i-Beyt sənə əmanət olaraq qoyulubsa, sən onlardan nə qədər götürdünsə, təsirləndinsə, hidayət oldunsa, gedirsən qiyamətdə Peyğəmbərin hüzuruna çıxırsan, Peyğəmbər sənə baxır və sənin halva uyğun olaraq deyir ki, sən həqiqətən də əmanətə sahib çıxdın. Ruhumu pak şəkildə mənə qaytardın. Ən hünərli insanlar da hədisdə var ki, ruhlarını pak şəkildə Allaha qaytaran bəndələrdir və Quranın batininə də bu insanlar düşə bilərlər. Allah bizləri Əhl-i Beyti və Quranı sevənlərdən qərar versin inşallah. Allah razı olsun. Bütün qonaqlarımıza dərin təşəkkürümüzü bildiririk, minnətdarıq sizlərə. Dəvətimizi qəbul elədiniz, gəldiniz, zinət qatdınız bu gözəl günümüzə, bərəkətli günümüzə. Beləliklə, dəyərli izləyicilərimiz, Ona Doğru proqramının sonuna gəlib çatırıq. Amma sağollaşmazdan qabaq mən istəyərdim, dəyərli ruhanimiz, alimimiz, açısından bir dua alaq inşallah. Təşəkkür edirəm mən də bir daha sizlərə. Allah bu işinizə də bərəkət versin. Allah sizləri müvəffəq eləsin. Cəmiyyətin mənəvi baxımından maarifləndirilməsi istiqamətində gözəl işlər görürsünüz. Allah sizə müvəffəqiyyət versin. Allah sizə əcir versin. Sizi bir an belə öz nəzərindən kənar eləməsin və həmçinin də dəyərli əziz qonaqlarımıza da mən təşəkkür eləyirəm. Allah nəfəsinizə bərəkət versin. Daim sizləri Əhl-i Beytin qapısında qərar versin inşallah. Və mübarək Ramazan ayında bütün əziz izləyicilərimizin nə hacətləri varsa, Allah hamısının Əhl-i Beytə xatir rəva eləsin, ibadət, itaətlərin Allah qəbul eləsin və bizlər hamılarımızı mübarək Ramazan ayının əhlindən Allah qərar versin. Allah amin. Bizlər də amin deyirik bu dualara və Quran sədasına yer veririk. İnşallah Quran dinləyək. Allah bizləri Quranı dinləyib nicat tapanlardan qərar versin inşallah. Dəyərli Qari Quran, Şəhruz Qasımov, əziz qardaşım, sonda sözü sizə verirəm. Allah razı olsun. Mən də sizə təşəkkür edirəm. Dəyərli ruhanimizin dəyərli sözlərinə görə təşəkkür edirəm. İnşallah bura dəvət etdiyiniz üçün qonaqlarımıza inşallah təşəkkür edirəm. Allah sizin inşallah ki, bu verişinizə daha da bərəkət versin. Təşəkkür edirəm. Bu verişin hər şey gəlməsində, hər kimin nə zəhməti varsa inşallah ki, Allah hər iki dünyada əcrini layiqincə versin inşallah. Amin inşallah. Buyurun. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه
أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا عينا يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إنا نخاف من ربنا يوما عبوسا قمطريرا فوقاهم الله شر ذلك اليوم ولقاهم نضرة وسرورا وجزاهم بما صبروا جنة وحريرا متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا صدق الله العلي العظيم.